Salam uşaqlar, bu günləri icmalda mənə atdığınız əl işlərinizə baxacağam və aşağıdan yuxarıya doğru gedirəm. Yəni ən köhnələrində yeniyə doğru gedirəm. Ona görə əksər uşaqlar mənə deyir ki, müəlliməm, mənim əl işimə niyə baxmamısınız? Balacam, baxmışam. Sadəcə videoda növbə-növbə göstərirəm. Bir dənə videoya hamısını sığışdırma olmur, tələm-tələsik olur. Mənim ürəyimcə olmur və sən də məncə ürəyinci olmayacaq. Deyəcəksən ki, müəllimə niyə ötüşdürdü? Bu necə? Baxmasaydınız ondan yaxşı. Mən də deyərsiniz. Ona görə elə olmaması üçün yığcam olmayı daha yaxşıdır. Ona görə səbirlə yenirik, izləyirik. Deyim ki, böyük ehtimal bu günləri saat 11-də və ya 12-də canlı açacağam. Kanalda 2 dəfə canlı açacağam. Bəzən canlı deyəndə adam biraz şey olur. Mən özüm tərəddüd eləyirdim. Canlı açım yoxsa açmayım. YouTube kanalında yəni açım deyim, nəsə açacağam. Saat indi hal-hazırda axşamdır. Mən sabah inşallah açacağam. Bu ehtimal siz indi axşam, sabahın axşamı bu videonu izləyirsiniz. Nəysə uzatmayım. Əşinizə baxaq. Nəysə, başlayaq. Deməli, 13 yaşım var. Necədir? Birinci şəklini o qədər də sevmədim, amma ikincisi çox qəşəngdir. Proporsiya çox qəşəngdir. Modeli ümumiyyətlə maraqlıdır. 13 yaş dedim. 13 yaşa görə məncə çox əladır. Maraqlıdır əslində. Niyə deyim, yox. Birincisini niyə bəyənmədim? Biraz ayaqları falan. Proporsiya. Mən ümumiyyətlə bədən quruluşunu gördüm. Onun üzərinə nəsə geydirə bilirsənsə, okey. Yəni tələsmə 13 yaşa görə məncə çox qəşəngdir. Sizə uşaqlar. Mən zaten ən çox bəyəndiyim ikincisi oldu. My Art Life-ı görürəm. Sketchbook-undan bir portret. Bəli, My Art Life. Hər dəfə qızımız portret işləyir. Çox da qəşəng işləyir, pis deyil. Aha, bir də portret əslində atıb. Bunları yığımı götürmüşdüm mən. Çox qəşəng, maraqlı. İkincisinə baxın. Bax bu qızım bu stili bacarır. Bu stili çox sevdim ha. Çox qəşəng, qısa saçları falan. Bir hava qatmısan da. Yəni indi neçə yaşım, bəlkə də 1000 dəfə soruşmuşam neçə yaşım var. Unuduram uşaqlar. Bəli, unuduram. Yəni məniz unudur. O qədər beynimiz qarşı olur ki, yəni ora qaç, bura qaç, ayda da. Nəysə, amma həqiqətən çox bəyəndim quzum. Afərin sənə. Hələ bir neçə işim var, gördüm. Yəni mən bunu gördükcə deyirəm ki, biz həqiqətən bacardıq. Yəni bunu da deyim ki, uşaqlar, ümumiyyətlə rəssamlıq təkcə əl qabiliyyəti olub da özünü inkişaf elətdirənə deyil. İnsan var olduğu andan bəri, çox qədimə getməyim, Qobustan qayısı rəsmlərə getməyim, amma həqiqətən elədir. Hisslərimizi, düşüncələrimizi hər birimiz uşaq yaşlarda bir rəssam olmuşuq əslində. Uşaq yaşlarda həkim olmuşuq, polis olmuşuq, ana olmuşuq uşaq yaşlarında. Yəni oyunlar oynamışıq. Bu rəssamlıq da belədir. Ona görə demə ki, mənim istedadım, bacarığım yoxdur, boş sözlər deməyək bir-birimizə. Qətiyyən həvəskar kimi gedə bilərsən, hobbi kimi yanaşa bilərsən. Necə ki, kitab oxumaq olsun, musiqi dinləmək olsun, mahnı oxumaq olsun. Hamısı bu hobbidir və özümüzə qoy gözəl vərdişlər yiyələndirək özümüzü. Əsas məsələ məncə də budur. Sən peşəkar olmaya bilərsən, amma əsas odur, sən gözəl bir işlə məşğul olursan. Yəni özünü sadəcə telefonda reis fırladaraq izləyən bir kütlə deyilsən. Biz yaradıcı insanlarıq. Bu qədər. Bunu niyə elədim? Boş verin. Əsas odur, biz yaradıcı insanlarıq və əsas məsələ də məhz budur. Daim öz üzərində işləmək və yola davam etmək. Bax, ikinci işdən bax bunlar gəldisə, üçüncü iş, dördüncü, 20-yə qədər çox şey danışacağıq məncə. Arada salam, nətərsiz, çox sağ ol quzum. Müəlliməm, mənim adım Nihatdır, 11 yaşım var. Yaxşıdır. 11 yaşında. Mən 11 yaşında telefonum yox idi uşaqlar. Mənim 17-18 yaş aralığında telefon aldılar və özümü çox xoşbəxt hiss edirdim. Sanki telefonum məndə oldu və dünyayı mən dağıdacağım, sökəcəyim kimi düşünürdüm. Əslində elə deyil. Telefon söhbətini boş verək. Sketchbook-da işləyib yəqin. Çox maraqlıdır əslində. Üzrü sayın uşaqlar, hədəfə öskürürəm. Bu hansı animedir belə? Amma çox qəşəng. 11 yaşa görə məncə çox əladır, yəni uşaqlar. İşləmirsən də, yəni bir sözlə. Afərin Nihat. Davam elə belə. Resimlər adlı bir kanaldır. Ay, nə şirindir bu. Türkün nə şirin görsən. Maraqlıdır. Neçə yaşın var? Resimlər kanalıdır. O da rəqim. Amma adını qeyd etməyib, yaşını qeyd etməyib. Amma qeyd edir uşaqlar. Daha belə maraqlı olur da. Yəni sanki canlıdaymış kimi hiss edirəm. Salam müəlliməm, mənim
Əlimdən gələn buydu. Bugünkü şortda da mənim kimi olacaq. Nə olar qoyarsınız. Aha. Şimdi burada logo mən burada da maşınlarda başım çıxmır. Logo BMW'nin logosunu oxuyuram, amma maşın o maşına oxşamır. Neçə yaşın var? Yaşın qeyd etdi. Yox, qeyd etməyim. Amma maraqlı işləmirsən. Bir neçə maşın atmısan. Mən ikincisini daha çox bəyəndim. Rəngi falan. Maraqlı işləmirsən. 10 neçə? Yəqin 11-12 yaş aralığıdır məncə. Salam, 14 yaşım var, amma qəşəng çəkdiyimi düşünmürəm. Niyə düşünmürsən? Niyə? Uşaqlar, bu fikri beyninizdən atın. Mən pis çəkirəm, mən bunu edirəm, mən bunu bacarmıram, mən sinkada işləyə bilmirəm. Mən başqası görər, məni tənqid yanaşar. Başqası o qədər boş-boş şeylərlə məşğul olur ki, sən çox qəşəng bir peşə ilə, işlə, bir hobbi ilə, bir vərdişlə məşğul olursan. Fərqindəsənmi? Rəsm çəkmək kimi çox qəşəng bir şey yoxdur məncə. Bunu bacara bilib, bacara bilməmək söhbəti deyil. O söhbət ondan getmir. İndi müasir dövrümüzdə uşaqlar telefonlardan başını qaldıra bilmir. Amma sən o telefonu da qoydun qırağa. Sən oturub beynindəki, zehnindəki o şeyləri vərəq üzərində əks etdirmək istəyirsən. Enerjini nəsə faydalı bir şey üçün xərcləyirsən. Ona görə elə düşünmə ki, pis çəkirsən. 7 dənə iş atmısan, ay maşallah. 4-cü şəklini daha çox bəyəndim. Həyə. Mayak işləmirsən. Bax, 14 yaşdaydın da, hə? Model də işləyib. Proporsiya önəmlidir. Modellərdə proporsiyaya fikir ver. Amma ümumi işlərin çox qəşəng. Niyə ki belə deyirsən? 14 yaşım var da sən. Mən özüm 13-14 yaş aralığında rəssamlığa başlamışam da. Mən də belə çox da wow çəkmirdim. Zaten mənim balacaqlar rəsmlərimi görmüsünüz və hal-hazırda da necə işləyirəm. Əsas məsələ 1% istedaddırsa, 99% əzm, çalışma, yəni davamlılıqdır, hədəfə üzərində işləməkdir. Salam müəllimə, necəsiz? Bu Novruz bayramına aiddir. Mənim kimi də A1 formatda işləyib. 10 yaşında bir uşaq A1 formatına. A1 formatı açan öyrənmişəm. 14-15 yaş aralığında öyrənmişəm. Kursa gedən kimi A1, A2 nə olduğunu o vaxt öyrənmişəm. Və işində çox qəşəngdir. Afərin, çox karandaşla işləyib. Özdə baxın uşaqlar. O şriftləri görürsünüz, xətkeş falan istifadə edib. Bəli. Afərin, yəni həqiqətən çox adam şey olur da, uşaqlığım yadıma düşür. Bəlkə mənim uşaqlığım telefonlar falan. Telefon niyə belə qarışdı? Telefon nəyə görə deyim? Uşaqlar, yəni o tərəfdən şanslısınız ki, öz əl işlərini kiməsə göstərmək istəyirsən, kiməsə göstərirsən, müsbət rəy də ala bilərsən, mənfi rəy də ala bilərsən. Amma o cəsarət var. Mən sizin o cəsarətinizi sevirəm. Başqalarının fikri üçün önəmli olmamalıdır. Baxır indi kimin kimədə. Yəni heç bir sənətə hörmətlə yanaşmayıb insana əlbəttə ki, atmayın, tövsiyə etmirəm. Elə sözlər sizə deyəcək. Elə sizə tənqidi yanaşacaq. Sən bekarsan, sən başqa şeylə məşğul ol. Nə bilim nə deyəcək. Amma halbuki bekar olan odur. Nəysə çox da kobud yanaşmayaq. Qarşı tərəfə heç vaxt incitməyə çalışmayın. Çünki hər şey həyat özü bumeranqdır. Kimə nə yaşadırsansa, onu yaşatmadan da getmirsən. Bu videoda nəsə çox dərin söhbətlərə gedirəm. Lazım deyil uşaqlar, çox da dərinə batmıyor. Nədir? Salam müəllimə, necəsiz? Çox sağ ol quzum. Nəsə bugün çox enerjiyəm, bilmirəm səbəbini. Canlı açacağam ona görə. Şəklim 10 baldan neçə verərsiniz? Avqust çəkmişəm, qiymət verin. Qiymət verin deyir özdə. Birincisi quzum, neçə yaşın var? Yaşını qeyd etməmişsən, yox. Avqust heykəlində göz arasındakı məsafələr olsun, gözün öz forması olsun, ağız, burun. Onlar hər birində müəyyən problemlər var. Mən bal qiymət verə bilmərəm. Əgər sən az yaşlarında qabiliyyət imtahanı hazırlaşırsansa, göstərdiyin nəticə əladır. Amma yox, sən artıq 3 ay qalıb qabiliyyətə hazırlaşırsansa, kritikdir vəziyyət. Amma onu deyim ki, az yaşlarında başlayıb da 3 ay hazırlaşmağa indi başlayan uşaqlar üçün ən böyük gözəl örnəksən ki, yəni bu nədir? Bünövrə əvvəlcədən yaradılır. Yəni sən əvvəlcədən başlayırsan öz üzərində işləməyə. Yəni müsbət cəhətin odur, məncə də əla, uğurlar sənə. Yəni çalışmaq lazımdır. Heç vaxt kiməsə deməyin ki, mən nə üzrə qiymət bal verirsən. İndi o qarşındakı tərəfin də nə səviyyədə olduğu da önəmlidir uşaqlar. Yəni My Art Life-ın işinə baxmışdıq. Bu kimdir? Art Girls. 5 dənə rəsm atıb. Oo, qəşəng atıb. Qəşəng atıb, sözə bax.
Yaşını qeyd etməmisiniz. Yaşınızı qeyd edin uşaqlar. Şəkildə nəyi çəkmək istədiyinizi, hisslərinizi, düşüncələrinizi bilmək istəyirəm. Bu daha maraqlı olur. Yəqin kursa gedir. Nəyə görə deyirəm? Naturmortları görürəm uşaqlar. Birinci naturmort çox qəşəng. Limonlar, limon. Çox qəşəng. Quaşını işləmirsən, maraqlıdır yəni. Aha. Axırda da qəşəng. Afərin, afərin. Afərin. Salam müəlliməm, mən Jasmin. Ha, o Jasmin. Bir dənə qızımız vardı. Jasmin adını soruşmuşdum. O dedi ki, hə, həqiqətən adım Jasmindir. Çox fərqli qeyri-adi. 11 yaşı var. Tam bir DTS, gələcəyin DTS tələbəsini görürəm. O işlər falan, bu detallar, bu xırdalıqlar çox qəşəngdir. O fondakı detallar olsun. Quş əndi, hə, o çox qızın özü olsun, formalar olsun, rəng harmoniyası olsun. Həqiqətən çox qəşəng. Kursa getmir. 11 yaşım var. Salam müəllimə, necəsiz? 14 yaşım var. 8-də oxuyuram. Uşaqlıqda rəsm həvəskarıyam. Öyrədirəm, bəyənərsiniz. Tamamladığım da var, amma səhvliklər də deyil, narahat olmayın. Nə olsa deyil, səhvimi bilmək istəyir. Can. Və uşaq deyir ki, deyil müəllimə. Uşaqlar, mən çox vaxt səhv demək tərəfdarıyam, deyirəm də. Deməyin də təhri var. İndi əl işlərinə baxaydı. Qoyun, indidən niyə mən başlayıram çəkməyə? 4 iş atıb görürəm. Bir Novruzla bağlı. Neçə yaş? 14 yaşa görə məncə çox qəşəngdir. Qabı. Bax, burada nə deyə bilərəm sənə quzum? Tövsiyə kimi istəyirsənsə. Tonlamaya fikir ver. Şəklin ümumiyyətlə qəşəngdir. Novruzla bağlıdır, rənglər olsun falan. Çox bəyəndim. Amma orada narın məsələn bilik hissəsi. Bilik nədir uşaqlar? Mənim məsələn gözümün ən parlaq hissəsi var, bilik. Məsələn parlaq bir şey göstərildi. Məsələn sizcə bu. Görürsüz burada ən parlaq hissəni. Onu bilindirmək. Əgər sən öz əl işini həcmli, 3 həcmli formada göstərmək istəyirsənsə, o işıqları əlavə et. Qabın formasına bir neçə rəngdən istifadə et. Bir dənə rəngi vurmuyor uşaqlar qətiyyən. Kölgələndirmə, işıq kölgəyə fikir versən, işin belə olar və belə yanaşmayı da çox xoşuma gəldi. İnsan hər dəfə öz səhvlərini bilməlidir. Heç kim, səhvsiz heç kim yoxdur. Mən özüm də səhv edirəm. Deyirəm, ayda mən bunu niyə belə etmişəm? Yorğunluqdan bəzən səhv edirəm. İnsanıq da, yəni biz yorula bilərik, motivasiyaya düşə bilərik. Ayda bu nədir deyib, yarı yolda da buraxa bilərik. Amma əsas məsələ durub davam etməkdir və yaşına görə də çox qəşəng işləmisən. Davam elə. Kursa getməmisən demişdin də, hə, həvəskarsan. Əla, həvəskarsansa lap əla. Mən həvəskar uşaqlara gözləyib baxıram da. O öz işini, boş vaxtını çox qəşəng dəyərləndirir. Amma peşəkar olub da öz işini işləməyə o qədər insan var ki, yəni xəyala 13 yaşım var. Sizcə necədir? 2 dənə iş atıb. Bir dəqiqə, bu çilek kokusunda qız var. Adı nə idi onun? Türk aktrisa. Dur. Nə idi adı? Onu oxşatdım. Odur məncə, hə. Gözəm yazala düz tapdım. Odur, amma adını bilmirəm. Bu birini bilmirəm, yox, bunu bilmirəm. Amma portret işləmişsənsə 13 yaşa görə məncə əla o ilk şəkil oxşatmısan. Sadəcə həmin adamın adı yadımdadır. Oxşatmısan, xarakteri tutmusan 13 yaşa görə əladır. Yəni belə davam edin. Salam müəllimə, 16 yaşım var. Buraxılış imtahanı verən kimi rəsm çəkdim. Sən bizdənsən. Ulduzlar gecə, ulduzlu gecəni işləyib. Rəsmində səmanı çəkdim. Sonra aşağısına səbrim çatmadı. Deyə bilərəm. Alınmadı. Rəsmlər necədir və bayram tətilini bitir. Blok fənlərinə başlayaram. Sonra deyir ki, o vaxta qədər rəsm çəkməyə çalışacağam. Afərin deyirəm quzum sənə. Afərin də, yəni əsl stres atmalıq işdir incəsənət. Amma biz işçilər olaraq, məsələn, mən bu rəssamlıqla məşğul oluram. Bəzən o qədər stres olurum. Amma hobbi kimi yanaşsan, məncə çox qəşəng hiss eləyərsən. Xəttlər atarsan, hisslərini bildirərsən, zövq alarsan. Boş vaxtın yoxdursa belə, onu atanda insan bir mənəvi rahatlıq gəlir. Və ulduzlu gecəni bəyəndim, amma ikinci işini daha çox bəyəndim. O gülə çox bəyəndim və gül çox qəşəngdir. Ulduzlu gecə də qəşəngdir, amma gülü daha çox bəyəndim. Çünki əməli başlı gül üzərində işlədiyini görürəm də, yəni əhsən. Salam müəllimə, əvvəlcədən bayramınız mübarək. Çox sağ olun, inşallah mən də sizin bayramınızı təbrik edirəm. Mən Zəhra, 15 yaşındayam. Bu şəkli Vanessa Van Gogh, Van Gogh işləyib. Çəkməyə çalışıram. Biraz gec dedilər falan. Kursuna tələsdiriblər, gecikmişdim. Öz bacarığımla hobbi olaraq çəkmişəm. Hobbi olaraq çəkmişəm və kursa da getmişəm, belə başa düşdüm.
Aha, çox qəşəng. Bu günə baxanlar işi. Mən bu işi çox sevirəm uşaqlar. Nəyə görə? Çünki Van Gogh bu işi sadəcə bir dəfəlik çəkməyib də. Bir həftə ərzində gün-gün o güllərin, günə baxanların solana qədər o prosesi çəkibdir. Mən ən çox təsirləndiyim hissədir o. Sanki insanın biz hər dəfə nəyi göstəririk? Qüsursuz olan hissəmizi göstəririk. Sosial platforma olsun, hər şeydə deyirik ki, mən beləyəm, mən eləyəm, amma o güllərdə belə başlanğıc və sonun təmsilçisi kimi mən baxıram da. Yəni bir şey hər dəfə gözəl qalmır. Solada bilər, yenidən cücərib tam başqa versiyaya çönəldə bilər, çevrilə bilər. Və bu işini də çox bəyəndim. İlk işində fotosunda gedişatı bölüşüb. Çox qəşəng. Afərin də, yəni tələsməmisən, çox da qəşəng işləmisən. Ağlasan. Art Space görürük. Qızıl gül atıb. Neçə yaşın var? Yaşını qeyd etməyib, heç nə qeyd etməyib. Uşaqlar yazın. Daha maraqlı olur məncə. Mən daha çox zövq alıram. Qızıl gül. Mən də ən sevdiyim güllərdən biri qızıl güldür. Ətridir, formasıdır, çox xoşuma gəlir. Romantika, çox gözəldir. Var. Oynar. Aysunun işidir. Dostun, sinif yoldaşının yəqin. Körpəm. Biraz işində problemlər var. Amma 10 yaşım var. Mən qətiyyən nazılıq bildirmirəm. Balaca yaşlarında portretə meyl etməyiniz, ananı çək, atanı çək, öz beyninizdə onları necə görmək istəyirsinizsə o formada təsvir et. Mən ona qətiyyən heç nə deyə də bilmərəm. Nəyə görə? Rəssamlarda belə, əksər rəssamlarda, realist işləyənlərdə deyir ki, bu olmalıdır, səhvin budur, sən belə eləmsən, belə. Yəni tam deyirlər səhvlərini. Və avtomatik uşaq kursa gedəndə nə baş verir? Mən çəkmirəm, mən daha ora getməyəcəm. Mənim olan həvəsimi də öldürdü kurs. Belə şeylər baş verir. Amma 10 yaşlı bir uşaq realistik çəkməyə meyl edir. Amma əsas məsələ o nədir? Onun o inkişaf mərhələsində işləməyə davam et, sevdiyin şeylər çəkməyə davam et. Nə səni xoşbəxt edirsə, onu etməyə davam et. Salam müəllimə çəkdiyim rəsm, 15 yaşım var. Adım Gülaydır. Bu rəsmi 14 yaşında çəkmişəm. 1 il əvvəl işləyib. Ay Allah, dovşana bax, nə şirindir. Sən həqiqətən işləmirsən, çox qəşəng işləmirsən. Dovşan çox maraqlıdır, rənglər falan olsun. Çox Pinterest havası vardı. Bəzi şəkillər olur. Əlbəttə Pinterestdən götürdüyünü demirəm. Sadəcə Pinterest vibe verir də. Yəni o Pinterestə baxırsan, mən bunu çəkərəm, o vibe verir. Salam müəllimə, adım Zəhradır, 11 yaşım var. Sizdə necə alınıb? Video qoysanız sevinərəm. Portret işləyib. Şirin, minnaq bir portret görürük. Və dediyim kimi 11 yaşında uşaqların portretləri mənim üçün maraqlı olur. Çünki bir növdən oradan başlayır. Amma qətiyyən çox da şeyləmir mənim balam. Mənim balam özdə. Nəticədir, mənim aramızda neçə yaş fərq var? 13 il fərq var da. Yəni 13 il fərq var. Və sizi həqiqətən sevirəm. Çəkməyə belə davam edin. Qoy telefondan biraz uzaqlaş. Çəkin. Çəkin. Göstərin. Bəzən valideynlər bir yana yanaşa bilər. Çox qəşəng işləmirsən, qoy. Başımıza rəssam çıxmısan deyə bilərlər. Amma sudur, sən vaxtını gözəl dəyərləndirirsən də. Əsas məsələ odur məncə. Aha. Salam Xəyala, 13 yaşım var. Xəyala bir də iş atmışdı. Türkan Şoray işləyib və çox qəşəng işləmişsən. Baxışlara bax, saçlara bax. Mən də işləmişdim. Mən neynədim uşaqlar? Deməli, təcrübəmi bölüşüm. Qətiyyən qara ruçka üzərində lak səpməyim. Mən səpən kimi o başladı, partladı, yayıldı. Mənim bütün əqidəm dəydi bir-birinə, əsəbləşdim. Yəni çox əsəbləşdim də, yəni niyə belə oldu dedim. Dedim oldu da oldu, niyə? Eləməyəsiniz, amma çox qəşəng işləmirsən Xəyala. Art Life. Bu aktyorun adı nədir? Saçlarını bildiyimi o aktyorda, adını yadımdan çıxdı. Nə idi onun adı? Bir də. Sarışın da, indi burada rəngləməmişlər. Sarışın, belə ağ, don geyinən bir qadın var. Ay, biraz hekayəsini də hətta dinləmişdim. Çox acılı bir hekayəsi vardı. Ölümü də çox bərbad olmuşdu. Başlanğıcı da bərbad olmuşdu. Amma hamı onu işləyir, yəni. Adı nə idi onun? Nəysə, bu şahası yazarsınız. Art Sphere. Deməli, Art Sphere düz bu serinin ilk başlanğıclarında. Məncə də serinin başlanğıcının səbəbi də məncə o qızımızdır. Nəyə görə? Art Sphere ilk dəfə icma rəsm atmışdı və çox xoşuma gəlmişdi. Bir neçə nəfər də uşaq görmüşdü, atmışdı. Mən dedim, niyə də sizin əl işlərinizə baxıram videosu olmasın. Yəni, heç olmayıb məncə Azərbaycanda fərqli. Yəni, olub bu
bu formatda deyildi. Ona görə dedim, məncə bir başlanğıc eləyək və qəşəngcə olar. Qəşəngcə gedər deyirəm. Yəni həqiqətən maraqlıdır da. Mən necəsiz? Çox sağ ol. Yaxşı olasan. Mənim 12 yaşım var. Heç yerə baxmadan çəkmişəm. Paylaşsanız çox sevinərəm. Şuşa qalasıdır. Necədir? Birincisi deyim, çox qəşəngdir. Adın necə oldu? Adını bilmədim. Hə, bu uşağımız. Deməli, əvvəlcədən deyim ki, uşaqlar, bəzən rəsmləri mən dediyim kimi alta doğru baxıram. Ona görə ola bilər ki, gec-gec görə bilərsiniz də. Amma bunu deyim ki, 20-20 artıq video 25 dəqiqədir və mən bunu hələ editləyəcəm. Bunu qısaltma 20 dəqiqəyə salmaya çalışacağam. Baxın, eləyə bilərəm, bilmirəm. Çünki əlavə şeylər də baş verir də burada. Amma bunu deyim ki, çox da qəşəng işləmişsən. 12 yaşına görə heç nədən baxmayıb işləmisənsə, sən ağlasan da, yəni. Salam müəllimə, salam necədir müəllimə? Rəsmlərimi mənim də qoysaz çox sevinərəm. Fərqana özü belə yazıb. Fərqana indi bildim. 11 yaşına görə əladır məncə əl işlərin Fərqana və yazıb. Salam müəllimə necəsiz? Mən Fərqana, 11 yaşım var. Mən sizə rəsmlərimi atmışdım, baxmamışdınız, amma eybi yoxdur, eybi yoxdur. Heç nə olmaz. Bugün videoda baxarsınız, sizi sevirik, sevilirsiniz. Yəni, sevirsiniz. Mən də sizləri sevirəm uşaqlar və Fərqanə quzum, dediyim kimi 20-20 bölüşürəm və çatırmaq olmur da. Yəni video dəhşət dərəcədə uzanır və bunu yığışdırmaya var. Məncə əl işlərin çox qəşəngdir. Ölü gəlin işləmirsən dediyim kimi. Və 9 dənə iş atmışsan Fərqanə. Animələr görürəm burada. Ölü gəlin də işləmirsən. Pişik çox şirindir. Məncə yaşın 11-dir, hə? 11 yaşa görə məncə əladır. Rəngləməyə də başla. Rəngləri bir-birinə qatışdırdıqca daha da ruhlanacaqsan. Bu qədər idi uşaqlar. Digər videolarda görüşənədək hələlik.